Mən Bakıda çox kirayə qalmışam da, yəni fərqli yerlərdə. Harda kirayə qaldınsa, ev sahibi burnunu hər zaman evin içinə soxur. Hər zaman müdaxilə edir, hər zaman nəyisə edit eləməyə çalışır. Sanki elə bir ki, mən onun filmiyəm, layihəsiyəm, mən montaj edir səhərdən axşama qədər. Əl çək məni montaj elədin, qoy yaşayayım həyatımı. 5 aydan sonra çıxıb gedəcəm evindən də, sən ondan sonra çıxanda söhbət eləyərik, girəndə çıxanda. Burada bir evə girirsən, yəni adam evə girir, kontrakt bağlayır, çıxanda sonuncu ayın pulunu alır və ya bəzən secure deposit alır adam. Secure deposit niyə verirsən? Cızıldı, itin nə bilim, ya pişiyin, ya uşağın, ya özün, nəysə bir xəta nəticəsində bir qırdın nəysə, verdiyin depozitdən çıxırlar, məsələ bağlanır. Nə ondan ekstra mübahisə yaranır? Drama yoxdur yəni ortada. Yəni mən Azərbaycanda tələbə olan vaxtda, sonra evləndiyim vaxtda o qədər kirayə mövzularında fərqli actionların içinə düşdüm ki, sonra bura gəlib o Amerikanın evində heç kirayədə qalmırdım rəsmən. Onların evində qalıram. Yoldaşım təzə gələndə çox darıxırdı da, biz 4 ayda dəhşət darıxırdı orada. Bəlkə hər gün ağlayırdı darıxdığından falan. Amma mənə bildirmirdi. Əslində bu gecələr ağırdı, sonradan bilmişəm. Amma otaqda çox qalırdı da, o otaqda çox qalırdı. Mən də ingilis dili öyrənmək üçün bütün günü baxırdım o vaxtda Breaking Bad-ə ilk dəfə bəlkə bir... Mən də o vaxt gəldim, burada 10 dəfə, 20 dəfə təkrar geri qabağa baxırdım ki, onların o slanglarını öyrənim, necə danışırlar, nə kimi jargonlar istifadə edirlər falan. O vaxt mən həmin ərəfələrdə çox yadıma düşür ki, o vaxt o qədər bizi azad buraxmışlar. Hətta bir ay keçmədi ki, onlar harasa çıxıb getdilər tamamilə. Biz evdə tamam tək qalmışıq. Deyir, bu boyda evi buraxıblar bizə. Bizi bir ayda görüblər də. Biz də elə bir ölkədən gəlmişik, onlar bilmirlər biz burada nə edəcəyik. Yəni o evi oğurlayacağıq, nə edəcəyik. Düzdür, bizim onlarla bu dəqiqə o qədər çox yaxşı münasibətlərimiz var. Sonra onların oğulları öldü. Və bizim münasibət, mən getdim, başsağlığı falan, onlar şoka düşmüşlər ki, mən sadəcə düşünmüşlər ki, gəldim, mənə kömək ediblər, biz unudacaq. Mən izah elədim ki, yəni biz elə bir yerdən çıxmamışıq ki, bizə kimsə kömək etdiyi zaman biz o köməyi unudaq da. Yəni onlar heç gözləmirdi. Yəni mənim ən sevdiyim şey, bax, riyakar deyirlər. Sənə kömək etdiyi zaman mənim gördüklərimdən söhbət edirəm. İndi kimsə sabah deyər ki, sən 3 dənə adam görmüsən, mən gördüyüm adamlar ya etmirlər. Deyirsən ki, mənim maşınla apar, deyir $10 ver apar. İndi şot vermişsən onun üçün. İndi oturmuşduq, pulum olmuyor, $60 onun yeməyinə pul xərcləmişəm Türk restoranında. Sonra çıxanda deyirəm ki, yedim falan. Deyir, qardaş, mənim planım o deyil, benzin də azdır. $10 ver, aparım sən. Görürsən ki, qardaş aparmır da, sən aparıb demir ki, bir dənə yeməyi şot verdi, indi mənə harası sürdürtdürür falan. O söhbət yoxdur. Ya aparır, ya aparmır. Ya bildiyim qədərilə sənin də belə başqa bir təzə gələndə survival mudda olanda hamısı hansı gəlirik. Elədir. O anlarda sən də gördüyün başqa işlər olub. Sir deyilsə paylaşmaq istəyirsən. Yox, əlbəttə ki, mən həmişə bunu danışıram. Yəni bizim həyatımızın yəni şey tərəfi deyildi. Yəni o tərəfi deyil ki, bunu danışsam mənim haqqımda pis düşünərlər, elə şey yox. Biz 2017-də Amerikada olanda təsəvvür Bakıda film çəkmişik. Təqdimatımızda yəni dövlət rəsmiləri var, sənətkarlar var. Yəni bizim uşaq olanda televizorda gördüyümüz böyük, yəni əlimiz çatmayan adamlar mənim layihəmə gəliblər, təqdimatıma. Hər kəs məni təbrik edir, hər kəs mənə gözəl sözlər deyir. Yaxşı, gözəl evimiz vardı, yaxşı maşınımız vardı. Ətrafımızda dostlarımız, növbəti layihələr qarşıda var idi falan. O anda qərar veririk, gəlirik Amerikaya və mən bir neçə müddətdən sonra başlayıram öz tələbəmin rəhbərliyi altında telefon təmir eləməyə. Yəni molda darıxdırıcı bir telefon təmiri prosesləri, kinoya baxmaq istəyirəm, kino çəkmək istəyirəm. Mən bir layihəm var, onu göstərəcəm. Hansı ki biz mol saat 9-da açılırdı, səhv eləmirəmsə, ya 10-da açılırdı, 9-da bağlanırdı, ya artıq yadımdan da çıxıb. Biz 9-a qədər vaxtımız vardı. Mən Texasda onları apardım. Bir dron vardı əlimizdə. Dronun kamerası ilə bir dənə video çəkdimdə dron kamerası əldə falan, gah göyə uçurduruq, gah yerdə. O video layihəni də göstərəcəm sizə necədir. Maraqlı bir layihə çəkdim. O uşaqlar da, hətta o menecerimi də, Elşəni də, oradakı digər uşaqları da o vaxtı həmin o dron Səbuhinin idi. İndi o uşaqların hamısıyla əlaqə var. Elşənlə də çox yaxşıdır münasibətlərimiz. Yəni biz o vaxtı, yəni orada molda telefon təmir edeyim vaxtı mən evə gələndə elə bildim, hər dəfə məni orada öldürürlər, gəlirim evə. Allah haqqı, yəni mən çox, mən özüm ondan sonra bilmişəm onu. Mənə hər dəfə yoldaşım deyirdi ki, Elmar, sən evə gələndə bizə öldürüblərdi, yəni. Mən istəyirdim tez bir müddətdə necəsə biz
yolunu tapaq, artıq qutarsın da bu. Sən bu işin adamı deyilsən. Dedim ki, yəni bizim belə bir seçimimiz yoxdur. Yəni hazırda bu müddəti keçirməlikdir. Yəni variant yoxdur. Yəni ya telefon təmir edəcəm, ya da ki maşın sürməyi öyrənəm. Mən Bakıda maşınım vardı, maşını almışdım, amma kino çəkirdim deyə könül maşın sürməyi öyrənmişdim. Mən sürməyi öyrənməmişdim maşını. Heç sürə bilmirdim maşını mən. Mən Amerikada maşın sürməyi özüm Brooklyndə öyrənmişəm. Texasda ilk maşın sürdüyümdə Texasda məni polis saxladı. O qədər cərimə elədi ki, qiyamətə qədər rol arxasına oturmadım.